Azərbaycan televiziya məkanında hamını təəccübləndirən açıqlama. Sevilən teleaparıcı Zaur Nəbioğlu efirdən gedəcəyini elan etdi. Bu sözlər sosial şəbəkələri silkələdi, tamaşaçıları düşündürdü. Bəs Zaur niyə belə qərar verdi? Efirə həmişəlik vida edirmi? Birazdan bütün detalları ilə Xəbər bürosunda. Azərbaycanın tanınmış teleaparıcılarından olan Zaur Nəbioğlu aparıcılıq karyerası ilə bağlı diqqət çəkən açıqlama verib. O, bu barədə hazırda aparıcısı olduğu verilişdə danışaraq, efir həyatının nə vaxta qədər davam edəcəyini açıq şəkildə bildirib. Zaur Nəbioğlu qeyd edib ki, özünə müəyyən bir yaş həddi qoyub. Düşünürəm ki, o yaşdan sonra efirdə olmayacağam. Ən çoxu 45 yaşında aparıcılıq karyerama son verəcəyəm. İnanmıram ki, ondan sonra tamaşaçılar məni efirdə görə bilsinlər. Bu sözlər tamaşaçılar arasında böyük maraq və müzakirə yaradıb. Çünki Zaur Nəbioğlu illərdir televiziya ekranlarının sevilən simalarından biridir və onun efirdən getməsi televiziya məkanında ciddi dəyişiklik kimi qiymətləndirilir. Ancaq aparıcı bildirib ki, bu qərar onun televiziyadan tamamilə uzaqlaşması demək deyil. O, gələcəkdə efir arxasında fəaliyyət göstərə biləcəyini də vurğulayıb. Tamamilə televiziyadan uzaqlaşmaq fikrim yoxdur. Efir arxasında, məsələn, redaktor kimi fəaliyyət göstərə bilərəm. Bu açıqlama göstərir ki, Zaur Nəbioğlu televiziyaya vida etmir, sadəcə olaraq kamera qarşısındakı rolunu dəyişməyi düşünür. Onun bu qərarı həm peşəkar yanaşma, həm də gələcək planlarının bir hissəsi kimi dəyərləndirilir. Sizcə, Zaur Nəbioğlu efirdən getməkdə haqlıdır? 45 yaş aparıcılıq üçün uyğun son həddirmi? Yoxsa o, daha uzun illər efirdə qalmalıydı? Fikirlərinizi mütləq şərhlərdə yazın. Xəbərlərdən ilk siz xəbərdar olmaq üçün kanala abunə olun, videonu bəyənin və dostlarınızla paylaşın.